Da nazada представляешь, onun hazırladığı sənədi çox xırda bir dəyişiklik edib rəhbərə göndərdim ki, bütün sənədi mən hazırlamışam. Hə, kim deyə o? Dünən başlayıb işə, hələ bir rəhbərin qarşısında elə bilir ki, məndən yaxşı işçi ola bilər. Da. Gözdə deyəsən namizədlərdir, bir də buna cavab verim. Alo, Göylərdən Uca şirkətinin insan resurslarına müraciət etmisiniz, buyurun. 12-ci müsahibənin cavabları hələ də çıxmayıb. Bir balaca gözləməlisiniz xanım. Bir ayda cavab gözləyirsiniz. Demişdim 5 iş gününə cavab çıxacaq, çıxmadı. Biz məşğuluq. Nansa kofe götürməyə gedirsən. Mənə də. Latte macchiato, da. Baxın, belə təhdidlərlə mənim yanıma gələ bilmərsiniz. Başqa şirkətlər sizdən cavab gözləyirsə gedə bilərsiniz. Gedə bilərsiniz, amma elə bilirsinizsə ki, bizim kimi Göylərdən Uca şirkəti kimi bir yer tapacaqsınız. Yanılırsınız. Biz 2 il idi ki, vakansiya elan etmirdik. Amma 3 ay öncə dedik ki, bugün olar və elan etdik və budur sizin buna yaxınlaşmanız. Bizim kimi şirkətdə hamı işə düzəlmək istəyir, bəyənmirsiniz, xoş getdiniz. Nəzərə alın ki, bu zənginiz ilə o 12 mükəmməl müsahibəni heç eləmiş ola bilərsiniz. Nəysə, mən məşğulam, mən indi getməliyəm. Məşğulam, sağ olun. Nazan, görürsən, demişəm 5 iş gününə cavab verəcəm. Vaxtımız yoxdur da, başa düşmürlər Nazan. Burada mağazada maraqlı şeylər gəlibim. Bəlkə gedək baxaq. Burada da 120 dənə namizəd var, cavab yazılmalı. Nəysə, sonra yazaram. Əsas endirimləri qaçırmayaq. Getdik.